Ağcabədi rayonunda yeni inşa edilmiş binaların etrafında gedən asfalt çəkilişi ətrafında bəzi suallar var. Rayonun çala-çökəkləri özəl şirkətlər tərəfindən maliyyələşdirilərkən, dövlətin asfalt zavodu tərəfindən çəkilən asfaltın keyfiyyəti böyük suallar doğurur. Burada baş verənlər məmurların vəzifələrini layiqincə yerinə yetirib-yetirmədikləri ilə bağlı ciddi narahatlıqlar yaradır. Asfalt zavodunun nümayəndəsinin gözü görmür. Bu yalnız fiziki bir yanaşma deyil, məmurların vəzifələrini görməməzlikdən gəlmələri mənasında da şamil edilir. Dövlətin maliyyə resursları vətəndaşların xeyrini güdmək üçün istifadə olunmalı olsa da, bəziləri bunu yalnız öz şəxsi maraqları üçün mənimsəyir. Bunu gündəlik həyatda baş verən bu cür olaylar vətəndaşların və sürücülərin narahatlıqlarını daha da artırır. Nəticədə intizamlı məmurlar vətəndaşların rifahını düşünməlidirlər. Hər bir gün asfaltın çəkildiyi yerdəki çala-çökəklər dövlətin infrastrukturuna olan inamı gün getdikcə azaldır. Bu vəziyyətə son qoymaq və məmurların öz öhdəliklərini yerinə yetirməsini təmin etmək yalnız cəmiyyətimizin deyil, eyni zamanda dövlətimizin gələcəyi üçün də mühüm əhəmiyyət kəsb edir. Ümid edirik ki, Ağcabədidə yaşananlar hüquqi və sosial ədalətə hizmət edən bir yanaşma istiqamətində dönüşə səbəb olacaq. Reportajı hazırladı İlham Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.